Paytaxtın Binəqədi rayonunda isə Təmiz Binəqədi sosial layihəsi çərçivəsində velo yürüyüş keçirilib. Bakı 2015 birinci Avropa oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə paytaxtın şimal qapısı Binəqədi rayonunda Təmiz Binəqədi sosial layihəsinə start verilib. Layihə çərçivəsində keçirilən və böyük maraqla qarşılanan tədbirlərdən biri də Binəqədi rayonunun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkından start götürən Xəzər sahilində Novxanı çimərliyində yekunlaşan velo yürüyüşdür. Velo yürüyüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı fərqli yaş qrupuna mənsub iştirakçıların qatılması, xüsusilə də yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatıb. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan açılış mərasimində çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbir iştirakçılarına yürüyüşün əhəmiyyətindən danışıb. Vurğulayıb ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulması çox müsbət addımdır. Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev isə belə faydalı tədbirlərin keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildirib. Yaşıl Velosipedçilər Klubunun üzvü Elman Əskərov və Təbiət Dostları Gənclər İctimai Birliyinin sədri Elşən Nuriyev də öz növbələrində bu tədbirin əhəmiyyətindən danışıblar. Velo yürüyüş iştirakçıları da bu tədbirin keçirilməsinə görə öz minnətdarlıqlarını bildiriblər. Mən də bu layihəyə qatılmışam. Hamıdan çox təşəkkür edirəm ki, bizim üçün velosiped yürüyüşü bugün bir velosiped yürüyüşü var. Hamıdan çox xahiş edirəm ki, yaşıllığı tapdalamayaq və təmizliyi qoruyaq. Bu mənim Azərbaycana ilk səfərimdir. Ölkənizdə bu idman növünə böyük marağın olduğunu müşahidə etdim. Bu yürüyüşün keçirilməsi məhz ekoloji mühitin qorunmasını təbliğ edir və insanlarda bu idman növünə böyük maraq oyadır. Sonra velo yürüyüşə start verildi. Marşrut boyunca yürüyüş iştirakçılarının təhlükəsizliyi yüksək səviyyədə təşkil olunub. 100 nəfər velosipedçi təxminən 20 kilometrdən artıq məsafə qət etdikdən sonra Xəzər dənizi sahilindəki Novxanı çimərliyinə çatdı. Burada velo yürüyüş iştirakçıları böyük coşqu ilə qarşılandılar. Onlar üçün konsert proqramı da təşkil olundu. Tədbir ekoloji mühitin qorunması ilə bağlı konferansla davam etdi. Konferansda ölkəmizdən olan nümayəndələrlə yanaşı Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları da dinlənildi. Biz gördük ki, velosiped yürüyüşü təkcə Avropada deyil, Azərbaycanda da çox məşhurdur. Mən bu layihənin iştirakçısı olmaqdan məmnunum. Təmiz Binəqədi layihəsi çox maraqlıdır, vacibdir və təmizlik çox lazımdır. Sonda velo yürüyüş iştirakçıları üçün nahar süfrəsi təşkil olundu. Mənsur Həsənov, Qəhrəman Məmmədov, Gövhər Eybətli xəbərlər.